Sizin Natiq bəy, bu müharibənin indiyə qədər olan mərhələsində kiminsə udub və yaxud da uduzduğunu demək olarmı? Ümumiyyətlə, indiki müasir dünyada bu tipli münaqişələrin, məsələn, ən son bir ildə, 2 ildə gördüyümüz münaqişələr oldu. Hindistanla, məsələn, Pakistan arasında bir neçə günlük və yaxud da uzaq şərq bölgəsində, Kambodjada əməliyyatlar oldu. Kim uddu, kim uduzdu? Yəni, bu tipli əməliyyatlarda udub-uduzmaq məsələsi biraz kənarda qalır. Klassik tarixən belə idi ki, düşmənin paytaxtını alırsan, bayrağı Reichstagın üzərinə sancırsan və bu qələbə elan olunur. İndi elə bir dünya yoxdur əslində. Və doğrudan da müharibə başlayanda 4-6 həftə deyilmişdisə, indi təqribən aprelin 10-u 15-i arası o norma dolur. Və bu apreldən çox uzana bilməz həm də ona görə ki, Amerika daxili qanunvericiliyinə görə prezidentin 60 günlük müharibə aparmaq səlahiyyəti var. Əgər 60 gündən keçirsə, o zaman Amerika parlamentinin buna icazəsi və maliyyəsi ilə bağlı qərarların verilməsinə ehtiyacı var. Və onu da nəzərə alaq ki, Trumpa qarşı olanlar bir tək Avropada deyil, bir tək dünyanın müxtəlif ölkələrində deyil, elə Amerikanın özündə də kifayət qədər çoxdur. Hətta MAQA hərəkatının içində də var yeri gəlmişkən. Ona görə də mən düşünmürəm ki, Trump bu əməliyyatların 2 aydan çox uzadılması ilə bağlı texniki və hüquqi maneələri də nəzərə alaraq buna getsin və çox güman ki, elə 60 günlük sürə tamamlanmamışdan bu məsələ həllini tapacaq və müəyyən anlaşmalar olacaq və nə qədər qəribə səslənsə də hər bir tərəf özünü qalib elan eləyəcək və hər bir tərəfin də öz məntiqi olacaq bunu elan etmək üçün. Yəni, özünün arqumentləri olacaq. Və sonunda bir anlaşmanın olması da mümkündür və nə qədər hər iki tərəf həmin anlaşmanı qalibiyyət kimi təqdim etmək üçün, məsələn, 10 bənd olacaqsa, onun ikisi, məsələn, İranın xeyrinədirsə, onlar onu təbliğ eləyəcəklər. 8-i Amerikanın xeyrinədirsə, onlar da o 8-ini təbliğ eləyəcəklər. İndi 10 olacaq, 15 olacaq, fərqi yoxdur. Yəni, bu məsələnin mediatik tərəfidir. Reallığa baxanda, doğrudan da çox qəribə bir media müharibəsi də gedir. Avropanın mediasına baxsaq, sanki belə bir hava yaradılmağa çalışılır ki, Trump uduzsun və yaxud da Trump'ı uduzmaq kimi, uduzan tərəf kimi göstərmək istəyirlər. Çünki bugün gizli sorğu aparsalar Avropa liderləri arasında, yəqin ki, Putin'dən daha çox Trump'ın önə çıxdığını görərik. Onu daha çox çəkindikləri və onu daha çox təhdid kimi gördüklərini biz şahidi ola bilərik. Çünki bu fundamental iki dünyanın, yəni Avropanın və Amerikanın toqquşması kontekstindən də baxmaq lazımdır bu müharibəyə. Ona görə də, məsələn, İsrailə və yaxud da Birləşmiş Ərəb Əmirliyinə hansısa raket düşəndə, bəli, bu bir xəbərə çevrilir. Çünki onlarda jurnalistlər var, dünyanın media qurumları orada gecə-gündüz. Artıq çəkilmir. Yox, baxmayın, ən azından məsələn, Türk kanalları canlı yayımda göstərirlər raketin İsrail Tel-Avivə düşməsini. Hər gün onlarla raket düşür o İsrail. Amma İran tərəfdə bu yoxdur. Məsələn, bir raketin əvəzinə 700 raket düşürsə, bu kimdir burada qalib? Kimdir burada məğlub? Və bu hamısı məlum olacaq müharibənin nəticələrindən sonra. Yəni, müharibənin bitəndən sonra əldə olunan nəticələr hansı tərəfin daha çox üstün olduğunu göstərəcək zamanla. Natiq bəy, sizin fikriniz, quru hərbi əməliyyat, istəyir desant olsun, istəyir quruda hansısa bir ərazinin ələ keçirməsi. Yəni, bunu artıq olmayacaq kimi deyə bilərikmi? Əslində, bu söhbət başlayanda, bu müzakirələr dünyada başlayanda da bir məntiqini tapmaqda çətinlik çəkirdim açığı mən. Çünki bu nə nəticəyə doğuracaq da bu? Məsələn, hansı nəticələr istəyirdilər ki, Hürmüz boğazında nəzarəti ələ keçirməkdirmi bu məqsəd? Əgər bu məqsəd budursa, yanlış strategiyadır. Çünki İranla bir müəyyən anlaşma olmayacaqsa, İranın Hürmüz boyu sahili, həmin o dar boğaz hissəsi söhbət enindən getmir, uzunundan gedir, 140 kilometrə yaxındır. Və orada elə dar bölgələr var ki, adi dronla, topla istədiyin tankeri vura bilərsən. Yaxsa tutalım bir adanı götürdün. Hə, Rasim demiş ki, əgər neft terminallarından söhbət gedirsə, Hark adasından söhbət gedirsə, onu da ələ keçirmək sənə nə verəcək? Əgər sən ələ keçirsən, oradan İran gətirib nefti sənə verməyəcək ki, apar, sat. Yəqin orada da başqa problemlər çıxacaq. Mənə elə gəlir ki, bu quru əməliyyatlar söhbəti sadəcə İranla danışıqlarda ciddi bir təzyiq vasitəsi idi, təzyiq aləti idi. Və gələcəyə yönəlik və orada da sual çıxır ki, bu qədər xərc çəkilir, ora 10 minlərlə deməsək də, minlərlə ən azından əskər yerləşdirilir.
Bəs onda 50 min ABŞ əskəri niyə orada? Bax, söhbət ondan gedir ki, o gələcəkdə hansısa bir anlaşma olacaqsa, o anlaşmanın təminatı kimi o əskərlər orada ola bilər. Və yaxud da həmin anlaşmanı kimsə pozacaqsa, həmin əskərlərdən istifadə etmək olar. Yəni, İrana... O əskərləri əslində orada uzun müddətdə saxlamaq heç zaman olmur. Olmuyor, bəli. 82-ci nömrəli desant diviziyadır. Onu lazım olan yerə gətirirlər, lazım olmayanda qayıdır. Bir neçə ay bundan öncə Venezuela sahillərində idi. O daim orada saxlamaq üçün deyil. Həm də bir dəyənəkdir də, Amerikanın əlində bir dəyənəkdir ki, bax göstərir ki, bax var, hücum eləyə bilərəm, gələ bilərəm. Yəni Amerika təbii ki, İrana quru əməliyyatını keçirməsinin mənası nə olacaqdır? Tehrana gəlib çıxası deyirlər, hansısa bir formada İranı işğal eləyəsi deyirlər, mümkün də deyil. Fiziki olaraq da mümkün deyil, praktiki olaraq da mümkün deyil. Hərbçilər deyir ki, 2 milyon canlı qüvvə Bəli, lazımdır. yəni Siz o hər da şey bir sual uğurla getsə, altındadır. 2 milyon hərbi qüvvə lazımdır. İranın o strateji obyektləri nəzərdə tutub saxlamaq. Həm də bu da sual. Sonra partizan müharibəsi başlasa nə olacaq? Yəni bu ona görə mümkün deyil. O quru əməliyyatların məntiqini mən anlaya bilmirdim əslində. Amma bu adalarla bağlı istəyir Xark olsun, istəyir başqa adalarla bağlı bir şeyi dəqiqləşdirməyə ehtiyac var da. Uzun illərdir orada elə adalar var ki, Birləşmiş Ərəb Əmirliyi ilə İran arasında mübahisəli adalardır. Və bu mübahisəli adalar üzərində 86-cı ildə konflikt olub ən son. Yəni böyük bir konflikt olub. Yox, Şah dövründə işğalı. Şah ingilislər o Birləşmiş Əmirliklərdən çıxanda Şah qoşunu göndərib o 3 adanı tutdu. Bəli, amma axırıncı hətta İslam inqilabından sonra da 86-cı ildə bir münaqişə olmuşdu orada. Sonradan bir qərar verildi ki, o adaların kimə məxsus olmasından asılı olmayaraq Hürmüz boğazından trafik keçişi, yəni tanker keçişi, mal dövriyyəsi sərbəst olmalıdır. Azaddır, bəli. Sərbəst olmalıdır. Və burada da bir məntiq var da, yəni sabah İran Hürmüz boğazı İranın ərazi suları deyil. Ən yaxşı halda 12 millik öz ərazi suları var da, ən yaxşı halda. Məsələ orasındadır ki, ən dərin tərəf Başa düşürəm. Amma bu da İran sahili boyu bilirəm. İqtisadi zonu 12 kilometrlik zonadan keçmir. İqtisadi zonası. Yox, onlara yaxın tərəf. Başa düşürəm, amma başqa bir məsələ var da. Deyirlər ki, dərinliyinə görə Oman sərhəddindən, sahillərindən keçə bilmir. Orada ən dərin yer 30 metrdir təqribən, ona görədir. Amma olsun da, yəni əgər problem, müharibə dayanır, tutalım, bir anlıq düşünək, 2 həftə, 3 həftədən sonra müharibə dayandı. Amerika çəkilir, İsrail özünü qalib elan edir, çəkilir, Amerika özünü qalib elan edir, çəkilir, İran da deyir qalibəm, müharibə dayandı. Mən oradan tanker keçəndə İran neyniyəcək? Yenə vuracaq o tanker. Yox da, əgər məsələ bundan ibarətdir. Müharibə dayanırsa, müharibə öz-özünə boş yerində dayana bilməz. Boş yerinə başladı, boş yerinə də dayanacaq. Tutalım. Hansı bir razılıq əldə olmalıdır. Başa düşdüm, o razılığın, mən sizə inandırım ki, o razılığın böyük bir hissəsini biz görməyəcəyik. Molotov-Ribbentrop aktı bağlandı, onun gizli protokolları illər sonra üzə çıxdı. Mən hər bir anlaşma olsa da onun biz gizli tərəfini onsuz da görməyəcəyik. Orada düşünmürəm ki, gizli olsun. Onu deyirəm də, tutalım ki, bir anlaşma oldu, müharibə dayandı. Heç gedmir axı. Başa düşdüm. Məsələn, İran nə deyəcək Amerika? Qayıdacaq sıfır vəziyyətdə. Amerika nə deyəcək? Deyəcək, getmə, gəl, sən məni bombala, mən də sənə raket atım. Nə deyim, Amerika deyir, mən getdim. Əgər razılıq olmasa, ki, bunu İran tərəfi deyir ki, razılıq yoxdursa, mən deməli parlamentdə başa düşdüm. O danışıqlar gəlir. Parlamentdə bunu Oman sularından keçsə nə olacaq? Öz vergi sisteminə davam edir. Bildim. Bax Omanın ərazi sularından tanker keçir. Neyniyəcək İran? Vuracaq onu. Omanın yox, əlbəttə. Və salam da, əgər söhbət dərinlikdən gedirsə, bu da texniki məsələdir. Bu siyasi məsələ deyil ki, tanker qalır dərin. Yox, qazmağa da ehtiyac yoxdur. Dərin bir yerdə 500 min barellik balaca tankerlər keçə bilir də 30 metrə kifayət qədər. Aparacaq orada dolduracaq tankeri. Neyniyəcək İran? Yəni burada söhbət onun... Axı o öz də ödəniş istəyir təkcə neft tankerlarına yox. Hər şeydən. Bütün gəmilər keçir, yəni ödəniş eləməzlər. Kimdir bunu qəbul edən? Əslində bu ərəb dünyasında, ərəb ölkələri üçün orada Amerikanın və İsrailin müttəfiqlik edən yerli ərəb ölkələrinin həyatını belə çətinləşdirmək istəyir. Başa düşdüm. Məntiq odur. İranın bunun müqabilində həyatını çətinləşdirmək üçün az üsullar var. Yox da Amma bu qarşılıqlı olacaq da. Qarşılıqlıdır da zaten. Yəni müharibə onsuz da gedir. Abbas limanı bilirsiniz də İranın 70% ticarətini təşkil edir. Söhbət 90% neft satışı
Harkadasıdır. Amma 70% də limanlardan gəlir. Yaxşı, sən imkan verməyəcəksənsə İran olaraq, müharibə dayanandan sonra, atəşkəsdən sonra gəmilər oradan keçsin, sənə kim imkan verəcək gəmiləri qəbul edir? Özü də Natiq, indi də İranın təxminən 550 milyard dollarlıq vəsaiti həm özəl, həm Dövlət. cürbəcür qurumlara məxsus Birləşmiş Dondurulub. Əmirliklərdə dondurulub. Bəli. Girovdadır da İran. Girovdadır. Nə edəcək? Yox, onların Sizcə Natiq müəllim, biz bir tərəfdən indi ərəb dövlətlərinin təhlükəsizliyi məsələsindən danışdıq, amma ortada bir böyük incilik var da, bu müharibənin yaratdığı böyük incilik var. Mən Trampla Avropa dövlətləri arasında deyirəm. Birləşmiş Ştatların ənənəvi, daimi, əbədi, əzəl müttəfiqi Böyük Britaniya idi. Kit Starmer icazə vermədi Amerika təyyarələrinin Böyük Britaniya bazalarından istifadəsinə. Fransa uçuşa icazə vermədi. İspaniya ümumiyyətlə az qala anti-Amerika mövqeyinə Bayrağını çıxış elədi. qaldırdı. İtaliya Siciliya adasındakı bazadan istifadəyə icazə vermədi. Trump da dedi ki, belə NATO mənim nəyimə lazımdır. NATO daxilindəmi qırılmalar yaranır? NATO indi məlum olur ki, NATO ilə Amerika Birləşmiş Ştatları deməkdir də. Yəni əgər büdcəsinin 60-65%-ni Amerika verirsə və gücünün və belə deyək də nüvə çətrini Amerika təşkil eləyirsə, elə Amerika Birləşmiş Ştatları deməkdir. Sadəcə indi bir ideoloji müharibə də gedir. İndi məlum olur ki, həm də demək deyil. Hə, bəli. İndi əgər yox, mən biraz başqa cür düşünürəm. İstənilən halda Amerika Birləşmiş Ştatlarının çətiri var. Bugün Avropada da var, elə ərəb ölkələrində də var da. İraq Kuveytə niyə hücum eləmişdi? Kim qarşısını aldı və nəyə görə qarşısını aldı? Ərəb dövlətləri özləri bir-birini qırardılar. Əgər orada Amerikan bazaları olmasaydı, biri-birinə o kiçik dövlətləri udardılar. Bəyəm Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb O Əmirlikləri. dönəm biraz keçdi. Yox, elə dünya valla 5000 il bundan qabaq Necə hansı keçdi? Qatarın üstünə Bəli. Saudi və o biri əmirliklər hücum etmək istəmirdilər. Siriya- Türkiyə bazası Bu yaxınlarda Qatarda da var, Səudiyyə ilə Birləşmiş Ərəb Əmirliklər Əmirlikləri də var. toqquşmadılar Yəməndə. Bax bir neçə ay bundan qabaq. Yəməndə tamamilə başqa o siyasi maraqlar. Fərqi nədir? Nə maraq olsun? Fərqi yoxdur. Yəni siyasi onların xəttlərdir. bir-biri ilə toqquşmaması üçün NATO, mən keçən dəfə deyəsən elə bu verilişlərdə demişdim. NATO yaradılanda ilk fəlsəfəsi SSR-yə qarşı deyildi. Avropada müharibə olmasın deyə NATO yarandı. SSR Elə 2-ci dünya müharibəsini SSR sonradan getdikcə daha çox doktrina. Churchill demişdi. Bilirəm. Amerikanı daimi cəlb etmək, sıxmaq, Almaniyanı sıxmaq, SSR-i də kənarda qoymaq. qoymaq. Amma faktiki olaraq Avropada müharibə olmasın deyə Avropa Birliyi layihəsinin məntiqi də, NATO'nun da Məqsədlərindən biri idi. Biri o idi ki, bir-birinizi daha vuruşmayın da, tarixən vuruşmusunuz. Eyni şey orada aiddir. Söhbət ondan gedir ki, bugünkü təhlükəsizlik çətiri deyilən anlayış gəldi o vəziyyətə çatdı ki, hətta nüvə silahı belə təhlükəsizlik çətiri artıq deyil. Rusiyanın bütün limanlarını vururlar Ukrayna. Yəni, nüvə silahı var, nə olsun? İsrailin nüvə silahı var, özü boynuna almasa da, onların doktrinası belədir ki, bizdə nüvə silahı yoxdur, amma lazım gəlsə istifadə Amma biz edilir. bunu təkzib eləmirik. Burada biz gəlirik ki, nüvə silahı qalibiyyətin zəmini deyil. Qalibiyyətin yox, müharibənin olmayacağının zəmanəti deyil. Bu qalibiyyət məsələsi deyil. Yəni müharibə əvvəllər bu idi ki, müharibə olmayacaq, amma Rusiyanı vururlarmı? Vururlar. İsraili vururlar mı bugün? Vururlar. Yəni söhbət ondan gedir ki, bu çətir başqa cür işləməlidir. Və Avropanın da bu münaqişədə Murad bəyin verdiyi suala qayıtsaq, Avropanın bu münaqişədə mövqeyi həddindən artıq maraqlıdır. O mənada ki, onlar qlobal qarşıdurmaya oynayırlar. Yəni belə deyək də, Trump Amerikası ilə, MAGA ilə və Avro-Atlantik Avropasının bir ciddi qarşıdurması var. Və onların da çəkindiyi nədir? MAGA-nın, yəni o ideologiyanın, o fəlsəfənin getdikcə Avropada daha çox yayılması. Məsələn, bugün biz Macarıstan seçkilərində görürük ki, dəhşətli bir qarşıdurma var. Sabah bu Fransa seçkilərində də olacaq, İtaliya seçkilərində də olacaq, Almaniya seçkilərində olacaq, yeri gəlmişkən. Bütün bunlar o qlobal qarşıdurmanın nəticəsidir. Amma əgər sabah doğrudan da belə bir düzənə keçid yavaş-yavaş baş versə, Amerikanın Avropadan da, dünyanın başqa bir yerlərindən də yavaş-yavaş öz qitəsinə, yəni Amerika qitəsinə çəkilməsi bir doktrinanın tərkib hissəsidir. Buna, belə deyim də, buna təəccüblə baxmaq lazım deyil. Yavaş-yavaş o Donra deyilən doktrinanın yeniləşmiş versiyasına çəkilmək istəyirlər. Amma dünyanın qalan hissəsində də, belə deyək də, səs çoxluğuna malik olan səhmləri almaq istəyirlər. Bu, onların doktrinasıdır. Avropa bundan qorxur.
çəkinir. Çünki 80 ildir heç bir təhlükəsizliyinə pul xərcləmədən Amerika çətiri altında çox rahat şəkildə yaşayırdı. İndi o çətir çəkilirsə, mən nə etməliyəm? Deməli, sosial xərcləri azaltmalıyam və özümə hərbi sənaye kompleksi qurmalıyam. Sosial xərcləri azaltsam, o sollaşdırılmış sol elektorata mən nə cavab verəcəm? Sabah mənə onlar səs verməyəcəklər. Bax, belə bir dilemmalar yaranır. Ya da ki, Putinlə razılaşmalıyam. Ya da ki, bəli, ya da Rusiya ilə razılaşmalıyam. Yəni, bugün, yenə deyirəm, Avropa elitasının, o Avro-Atlantik elitasının bəlkə də Trumpdan daha çox çəkinirlər, nəinki Putinlə. Və bu, onların davranışlarına çox ciddi mənfi təsir göstərir. Və bu, ümumilikdə Avropa ilə Amerika arasında ciddi dəyişikliklərə də səbəb olacaq. Və burada yanlış lədədir Avropa Birliyi ölkələrinin, sonda onu da qeyd edeyim, mənim fikrimcə. Onlar düşünürlər ki, bu Trump fenomenidir. Mən elə düşünmürəm. Bu Trump fenomeni deyil. Bu artıq Amerikanın yavaş-yavaş dəyişdiyi doktrinanın ayaq səsləridir. Sabah demokratlarda olsa, onlar bəli yumşaq tonla danışacaqlar. Necə ki, Rubio yumşaq tonla Münxen konferansında danışdı. Halbuki Vance-dən daha ağır sözlər dedi. Məntiq olaraq, ağırlıq olaraq. Amma Vance köntöy cavab verdi Rubio da onlara. G7 toplantısında sərt danışdı. Bəli, yəni bu demokratlar Yəni bu da qaçılmaz bir şey, demokratlar demokratlar da da qaydandan sonra onlar daha yumşaq dildə insan haqları, demokratiya ritorikası altında amma yeni öz istədiklərini eləyəcəklər.